Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Əziz izləyicilər, hər birinizi salamlayıram. Mübarək Ramazan ayındayıq. Allah Teala bu ayın rəhmət və feyzini hər birimizin halına şamil etsin. Mövzumuz Qur'an-ı Kərimdə imamət məsələsidir. Bura qədər biz müəyyən müqəddimə məsələləri siz əzizlərlə müzakirə edirik ki, tam olaraq bu məsələnin hər bir cəhətdən aydın olsun və çalışdığımız qədər hər hansı bir şübhə, qaranlıq bir məqam qalmasın deyə mövzunu bir tərəfdən geniş formada sizlərlə təqdim edirik. Bugünkü mövzumuz imamət mövzusu İslam dünyasındadır. Ümumən İslam dünyasında bu mövzu hansı formada müzakirə olunub? Və bu mövzunun praktiki, ictimai, siyasi mövqeyi hansı məqamdadır? Heç şübhəsiz, İslam tarixindən qısa olaraq anlayışı olan üçün bu mövzu aydındır. Amma eyni zamanda mən tarixi cəhətdən müəyyən bir məsələlərə işarə etmək istəyirəm ki, görün imamət məsələsi İslam dünyası üçün nə qədər önəmli və həssas bir məsələdir. İmamət mövzusu təbii olaraq öz həqiqətini, gözəlliyini açıq formada Şiə məzhəbində özünü göstərir. Şiə məzhəbi, Şiə alimləri imamət mövzusunu Peyğəmbər və Əhl-i Beytə tabi olaraq açıq, geniş formada müzakirə etmişlər. Eyni zamanda bir sıra digər məzhəblər də imamət mövzusu barəsində müəyyən fikirlər bildirmişdilər. Digər məzhəbin nümayəndələrindən olan Şəhristani özünün Milal və Nihal əsərində maraqlı bir məsələni bölüşür kitabın lap girişində. Kitabın girişində Şəhristani yazır ki, Peyğəmbərdən sonra İslam ümmətində hansı məsələlər, hansı şübhələr, mübahisələr yaranmış və bu mübahisələrin davamı necə olmuşdur? Adını çəkdiyim müəllif 4-cü girişdə Əl-Muqaddimətur Rabiə fi bəyan əvvələ şübhətin vəqəət fi millətil İslamiyyə və keyfiyyəti inşabiha və min məstərha və min məzhərha. İslam millətində ilk mübahisələrin yaranma səbəbi, onun necə yayıldığı, mənbəyi və təzahürü haqqında bölmə. Burada 10 dənə münaqişə, mübahisə sayır ki, Peyğəmbər vəfat ərəfəsində və vəfat etdikdən sonra bu şübhələr yarandı. Birinci, məsələn, Peyğəmbər xəstə olarkən bir iddə insanlar imkan vermədilər ona, vəsiyyət yazmağa Peyğəmbər qələm və kağız istədi, müəyyən insanlar ona mane törətdilər. Və yaxud Peyğəmbər vəfat etdikdən sonra müəyyən insanlar onun vəfatını inkar etdilər, xeyr, İsa kimi göylərə ucalıb. Bəziləri Peyğəmbərin vəfatından sonra dəfn olunması yeri haradır, mübahisə etdilər. Məkkədə dəfn olunsun, Beyt-ül Müqəddəsə dəfn olunsun, yoxsa doğulduğu yerdə. Bunları sayır, sonra deyir ki, 5-ci mübahisə, İslam dünyasında yaranan 5-ci mübahisə, Əl-Xilafül Xamis fil-İmamə. İslam dünyasında Peyğəmbərin vəfatından sonra yaranan mübahisələrin biri də imamət mövzusudur. Və əzəmu xilafin beynəl ümmə xilafül imamə. İmamət məsələsi ümmət arasında ən böyük mübahisədir. Şəhristani davamında yazır ki, İz ma sullə sayfun fil İslam ələ qaidətin diniyyə mislə ma sullə aləl imamə fi kulli zaman. İslamda, ya İslam dinində, dini bir əsas üzərində imamət qədər İslamda qılınc çəkilməmişdir. Elə bir mübahisədir, Nəinki sırf nəzəridir.
eyni zamanda siyasi, ictimai bir mövzudur. Bu Şəhristani'nin qeyd etdiyidir. Yəni imamət qədər İslam dünyasında mübahisiyə, müzakirəyə, döyüşə səbəb ola biləcək ikinci bir mövzu yoxdur. Bu Şəhristani'nin öz kitabında gətirdiyidir. Bu məsələni praktiki olaraq insan İslam dünyasına baxsın ta günümüzə qədər əsaslı problemlər İslam dünyasında imamət, rəhbərlik məsələsindəndir. Əsaslı. Bütün bu qonşu ölkələrə baxa bilərsiniz. Əsas problem nəyin üzərində qurulub. Və bu da Şəhristani'nin neçə əsr bundan qabaq dediyi bir məsələdir. Əzizlər, imamət məsələsi ki, İslam dünyasında bu qədər mübahisiyə, münaqişəyə səbəb olub, sizcə Qur'an-ı Kərim bu mövzu barəsində nəsə deməyib, nəsə danışmayıb. Peyğəmbər ki, Allahın rəhmət olaraq göndərdiyidir, ixtilaflara son qoymaq üçün göndərilən Peyğəmbər özü ixtilafa səbəb olub. Bəzi insanlar ki, Qur'andan xəbərsizdir, məlumatsızdır və yaxud qərəz var, deyirlər ki, Qur'anda imamət məsələsi yoxdur. Qur'an hər şeyi açıqlayıb, donuz murdardır, fəsair. Amma imamət məsələsini toxunmayıb. Bunların baxışında əsas ixtilaf mənbəyi olan, müsəlmanların əsas müzakirə mövqeyi olan məsələ barəsində Qur'an danışmayıb. Amma heç yada düşməyən məsələlər barəsində Qur'an danışıb. Necə Qur'an hər bir şeyi açıqlayandı ki, müsəlmanların mübahisə və müzakirə məsələsi olan bir məsələ barəsində hər hansı bir görüşə sahib olmasın. Bu Qur'ana atılan ən böyük hörmətsizlik, ən böyük töhmətdir. Nəinki Qur'ana Peyğəmbərin nübüvvətini inkar etmək, Peyğəmbərin əziyyətini yerə vurmağa bərabərdir. Bəli, qərəzsiz məsələlər, qərəzsiz müzakirələr yenidən ixtilafa səbəb ola bilər, yenidən münaqişəyə səbəb ola bilər. Amma Qur'anın baxışı bu məsələ barəsində nədir? Peyğəmbərin baxışı bu barədə nədir? Heç şübhəsiz hər bir müsəlmanın bilməsi vacib, lazım olan məsələlərdən biridir. Bu məsələləri biz müzakirə etməsək, müsəlmanlara göstərməsək, kimlərsə bundan sui-istifadə edəcək. Və yaxud kimlərsə deyəcək ki, bu məsələ Quranda yoxdur. Bunlar heç şübhəsiz qərəz üzərindən, savadsızlıq üzərindən, məlumatsızlıq üzərindən deyilən iddialardır. Bir halda ki, bu məsələ həm praktiki olaraq, həm etiqadi baxımından, həm ictimai baxımdan bu qədər İslam dünyasında müzakirəyə səbəb olub, bunu hər bir müsəlman, hər bir alim, hər bir elm əhli öz qaydasına əsasən, prinsipinə əsasən təəssübkeşlikdən, inaddan, yersiz mövqe bildirməkdən və s. kənara bunları qoyub, bu məsələni aydın, səlis şəkildə müzakirə etməlidir. Nəticə, bəli, İslam dünyasında imamət istər praktiki olsun, istər elmi olsun, əsaslı mövzulardan, müzakirələrdən biridir. İnşallah bu barədə bu imamət məsələsi İslam elmlərində, hansı elmində müzakirə olunur, gələn bəhs bu məsələyə toxunacaq. Əssalamu aleykum və rəhmətullah.